Bir çox insan YouTube'da Igor adlı qorxulu bir adamın müsahibəsini görüb. Bu video minlərlə, bəzən milyonlarla baxış alıb. Igor sakit danışır. Dediği sözler insanları şoka salır. Neyi yediniz siz? Siyahtan kızlar gelirler, Cemal 20 yaşında, 21 yaşında böyle. Tanışıyorum o var, ne yaparım, kaçmazlar yani. O kadar meşalerde bizde bir öfkeli var idi. Ev var idi. Özümüz düzeltmiştik, yani de padenikim var idi. Onun da arvadı olduydu. Yapardık o da. Öldürdük. Atı mesela falan bırakırıq, at maşından bırakırıq. Ne yiyirsiniz? At maşından. Et maşından bırakırdınız kızları. Evet. Sonra satırıq. Eti satırdınız. Atı da satırıq, özümüz de. Kim alırdı o eti? Cemaat bilmiyor, vağzalda kutab zat. Belə qutab pişirənlərə satırdı. Bunun arvadı satırdı o kutabları, biz de pişirirdik, yedik. Igor Azərbaycanlı ata və Rus ana ailəsində doğulub. Atası onun doğulmasından əvvəl həyatını itirib. Bəzi mənbələr deyir ki, atası kriminal fəaliyyətlə məşğul olub. Digər versiya daha ağırdır. Bu versiyaya görə ata ailə daxili konflikt zamanı bıçaqla öldürülür. Bu konflikt onun öz qardaşı ilə olub. Qardaşı ondan təxminən 10 il daha gənc idi. Igor'un anası atasına qarşı güclü nifrət hissi keçirirdi. Igor ailə daxilində davamlı təzyiq görürdü. Igor alkoqol ilə çox erkən yaşda tanış olub. Bir çox mənbə deyir 10 yaşında, bəzi mənbələr isə 8 yaşında. 12 yaşında Igor artıq rəsmi nəzarət altında idi. O, problemli uşaq kimi qeyd olunmuşdu. Daha sonra Igor dostları ilə birlikdə narkotik hazırlamağa başladı. Bu maddə metamfetamin idi. Küçədə bu narkotik patır adı ilə tanınırdı. Onun ətrafında olan bu insanlar sonradan onun tərəfdaşlarına çevrildi. Bu qrup birlikdə hərəkət edirdi və bu yol təhlükəli idi. Deməli aparırdınız ora kızları, sonra ne yiyirdiniz? Yapardım o padenikimin yanına, kaçmazdan, oğlu da yaşıyor güzel. Yapardım onun yanına, o da ikimiz de öldürdük, ben onun içinde. Sonra onun sümüğü güzel kalın, etten sonra ayrılıyor. Neyi öldürürdünüz? Baltayla, hala şey diyorduk böyle. Başını kesirdiniz. Delen. Kız öyle hisselenirdi, bilirdi. Evvel yok, sonra bilirdim hocam, gençlik ha. Просто сначала напоим пьяная вообще, чтобы не чувствовал ничего. Hər şey gözlənilmədən başladı. Bir gecə Igor'a təcili zəng gəldi. Səbəb aydın idi. Bir podelniki bir qızı təsadüfən öldürmüşdü. Bu plan yox idi. Bu təsadüf oldu. Grup panika içində idi. Podelniklər nə edəcəklərini bilmirdi. Igor hadisə yerinə gəldi. O, sakit idi. Heç tələsmirdi. Igor dedi ki, problemi özü həll edəcək və ilk əmrini verdi. Qızı hissələrə ayırmağı tapşırdı. Bəzi podelniklər şokdaydı, amma hamısı ona tabi oldu. Sonra gözlənilməz bir şey baş verdi. Igor əti götürdü və onu maşından keçirdi. Nəticədə farş alındı. Bu farşdan belyaşlar hazırlandı. Podelniklər susurdu. Heç kim sual vermirdi. Ben 7 neferi tek yaparmışım. Saymasa bir elin içinde ne kadar yaparmışım. Neredeyse bela sayısı 60-50 nefer var. Bu an hər şey dəyişdi. Bu artıq sadə bir cinayət değildi. Bu, yeni mərhələnin başlanğıcı idi.
Axı normal adam yeyə bilməz, Igor. Düzdür? Düzdür. Hə? Bəs Düzdür. niyə biz yemirik, başqaları yemir? Sizlə burada o qədər kolonda yatanlar var. Onların heç birisi adam yeyirlər. İndi o yoldaşlarınız hansı ki bir başqa malinklər, indi onlar azadlıqdadırlar da, indi onlar tutmayıblar yəqin ki. Ну, больше половины, может, и гуляет, конечно. Но они в лесах. Там же леса. Особенно где гора Шагда. Bir gün hər şey təsadüfən üzə çıxdı. Balıqçılar çay kənarında balıq tuturdu. Onlar suda insan qalıqları tapdı. Dərhal polis çağırıldı. Araşdırma başladı. Polis ətraf rayonda insanlarla danışmağa başladı. Kim nə görüb, kim nə bilir. Bir çox adam eyni adı dedi. Igor və onun ətrafındakı aqressiv dostlar. Bir şahid dedi ki, Igor'u tanıyır. Onun bir dəfə dostunun başına ağır zərbə vurduğunu gördüyünü söylədi. Dost yerindəcə ölmüşdü. Sonra həmin şahidə təzyiq göstərildi. Podelniklər onu hədələmişdi. Deyilmişdi ki, danışsa onu da farşa çevirəcəklər. Bu məlumatdan sonra polis dərhal hərəkətə keçdi. Axtarış başladı. Bir müddət sonra bir kafedə dava baş verdi. Sərxoş dava zamanı bir nəfər saxlanıldı. Adı İlqar idi. Daha sonra məlum oldu ki, bu adam elə Igor'du. Məhkəmə qapalı şəkildə keçirildi. Detallar ictimaiyyətə açıqlanmadı. Igor ömürlük cəza aldı. Onun hansı zonada olduğu bilinmir. Bəzi söz-söhbətlərə görə Podelniklər hələ də azadlıqdadır və gizli şəkildə ona kömək edirlər.